Deməli dostlar, bəzi feillər var ki, işləndiyi cümlədəki mənadan asılı olaraq həm icbar növdə, həm məlum növdə düşünülə bilər. Yəni işləndiyi cümlədən asılıdır. Gəlin indi buna nümunələr üstündə baxaq. Sözün kökü mən oğlumu xaricdə oxutdum. Sözün kökü oxumaq, oxumaq, oxumaqdan nə yaranır? Oxutmaq, t leksik şəkilçidir. Dum formasında. T-nı silsəm əlimdə qalar. Oxumaq feili, yəni feildən yaranıbdır. Baxın, burada oğlumu xaricdə oxutdum deyəndə söhbət nədən gedir? Söhbət ondan gedir ki, mən onun maddi tərəflərini qarşıladım. Burada işi icra edən kimdir? Mənəm, yəni birinci subyektdir, mən özüməm. Baxın, burada mən oğlumu ona xaricdə oxutdum olmaz, vermək mümkün deyil. Çünki icbar növdə xüsusiyyət budur ki, biz onu yönlük halda, yəni işi görən əsas subyekti yönlük halda cümləyə gətirə bilərik. Burada gətirmək mümkün deyil. Yəni mən özüm gördüm işi, birinci subyekt özü gördü. Yəni mən onun maddi tərəflərini qarşıladım. Deməli ki, bu feil olacaqdır, bərabərdir. Bu feilimiz bizim olacaqdır, bərabərdir. Məlum növdə. Məlum növdə. İndi gəlin ikinci cümləyə baxaq. Mən oğluma kitabı oxutdum. Yenə sözün kökü oxumaq feili, dum şəkilçi. Baxın, mən oğluma, burada iki subyekt var. Biri məndir, biri mənim oğlumdur. İki subyekt var, düzdürmü? Birinci cümlədəki oğlum ifadəsi isə subyekt deyil, obyektdir. Oğlumu oxudanda, yəni mən onun üzərində müəyyən bir iş görmüşəm. Burada oxumaq hərəkətini kim icra eləyibdir? Mənim oğlum icra eləyibdir. İkinci subyekt. O da hansı haldadır? Yönlük haldadır. Oğluma oxutdum. Oxumaq hərəkətini o icra elədi. Mən isə burada sadəcə əmr verənəm və yaxud da xahiş eləyənəm. Yəni işi icra elətdirənəm və mübtəda funksiyasındadır. Və bu ikinci feil olur icbar növdə. Birinci feilimiz isə cümlədəki mənasından asılı olaraq məlum növdə olur.